Bunu bilmirik deyə ay sonuna qara qəpiksiz qalırıq. Maaş gəlsin bunu alacağam, o restorana gedəcəm deyə plan qururuq, amma önəmli olanlar qalır qıraqda. Bax, xərcləri daha yadda qalan olsun deyə 3 rəng ilə ifadə edə bilərik. Qırmızı xərcləri nə ləğv edə, nə də gözlədə bilərik. Buraya yemək, kommunal, mənzil, nəqliyyat kimi bizi həyatda tutan, həyat keyfiyyətimizə birbaşa təsir edən xərclər daxildir. Yaxşı olar ki, maaş alan günü ilk bu xərcləri qarşılayaq. Sarı xərclər də vacibdir, lakin müəyyən qədər gözləyə bilər. Buraya mobil internet xidmətləri, restoranlar, yeni geyim xərcləri və sair daxildir. Qırmızı xərclərdən geri qalan pul ilə etmək daha məqsədə uyğundur. Gəldik yaşıl xərclərə. Bura əsasən əyləncə, zövq və istirahət tipli xərclər daxildir. Bunları müəyyən mənada ləğv etsək problem olmaz. Buraya film, oyun, musiqi platformalarına abunəlik, mərc oyunları, yeni mobil aksesuarlar üçün və sair kimi xərclər daxildir. Sizə əylənməyin, özünüzə hədiyyə almayın demirəm. Məsələ budur ki, gəlir azdırsa, bizi həyatda tutacaq qırmızı xərclərə fokuslanmalıyıq. Unutmayın, maliyyə disiplini bu kimi kiçik vərdişlərlə formalaşır və bizi mümkün borc riskindən xilas edir. Seriyanın davamı üçün rəylərdə 20 qanun yazaraq, həmçinin səhifəni izləyərək mənə motivasiya ola bilərsiniz.